boşa. Beraber ömrümüzü bırak biz başa. Sözleri behd ederek kavuşa. Belece sevenlerle yarışa. Sevgimizin kanatlarında uçup göllere. Burada gel sevişe gizlice, kimse görmesin. Sevgimizin kanatlarında uçup göllere. Burada gel sevişe gizlice, kimse görmesin. Histi sevip sevilmek, her anı sevdiğim bölüşmek. Kızıl payız akşamı görüşüp tutup el ele narın yağış altında gezişmek. Ben sevmem de seni gel ola koşa. Beraber ömrümüzü bırak biz başa. Sözleri behd ederek kavuşa. Belece sevenlerle yarışa. Sevgimizin kanatlarında uçup göllere. Burada gel sevişe gizlice, kimse görmesin. Sevgimizin kanatlarında uçup göllere. Burada gel sevişe gizlice, kimse görmesin. Kanatlarında uçup göylere. Burada gel sevişe gizlice, kimse görmesin. Bu sevginin kanatlarında uçup göylere. Burada gel sevişe gizlice, kimse görmesin. Sevgimizin kanatlarında uçup göylere. Burada gel sevişe gizlice, kimse görmesin. Sevgimizin kanatlarında uçup göllere. Burada gel sevişe gizlice, kimse görmesin. Hoş gördük, akşamınız hayır olsun. Bir könülden min könüle. Əziz istəkli tamaşaçılar, hamınız ürəkdən salamlayırıq. Yenə də sizinləyik, sizin görüşünüze gelmişik. Ve ilk olarak sponsorlarımızdan danışmak istəyirəm. Nömrə 1 olan her zaman olduğu kimi Karolina valyantımız. Məşhurların seçimi, şəxsən mənim seçimim. Karolina valyantımıza təşəkkür edirik ürəkdən. Əziz xanımlarımızın çok sevdiği, sevib, seçtiği her zaman farklı seçimleriyle Karolina valyantımız. Gedin, layıqlı, baxımlı seçiminizi edin. Deyirlər, qarşıdan qış yaman gəlir. Ürəkdən təşəkkür edirik. Karolina valyantımız. Farfar Galeri. Gedin əziz xanımlar, bütövlükdə seçiminizi edin. Gözəl lüstralar, gözəl çılçıraqlar. Yaxından gedin, seçin, bəyənin. Cehizli alın, hədiyəli alın. Və xanımlarımız bütövlükdə evinizi bəziyə bilərsiniz. Məhz Farfar Galeri mağazalarından ünvanımız dəyişilməzdir. Bina Ticaret Merkezi. Karolina Valyant ve Farfar Galeri mağazalarına gedin, yakından evinizi bəziyin. Teşekkür ederim bir daha ve bu güzelliğe göre Banu servisine teşekkür etmek istəyirəm. Göyçək Fatiməmizin özü kimi güzel Göyçək Fatiməmizin Banu servisine çok teşekkür ederim yürekten. Ve bu güzel giyime göre, bu güzelliğe göre xahiş edirəm ürəkdən alqışlar səslənsin. Çaktex moda evine teşekkür edirəm. Gülə xanım, sənə teşekkür edirəm. Çok sağ olun, var olun bu güzelliğe göre. Hanımlarımızı her zaman güzel vəzədiyinizə göre, bu şəraiti yaratdığınıza göre Çaktex moda evine derin teşekkürümü bildirirəm. Ve intizarda saklamadan
gözəl qonaqlarımı dəvət etmək istəyirəm. Artıq demək olar ki, qonaqlarımız gözəl studiyamızdadır. Və ürəkdən alqışlar səslənsin qonaqlarımızın şərəfinə. Deyərdim ki, çox sayılı tamaşaçıların xahişi ilə, istəyi ilə gözəl müğənnimiz, gözəl sənətkarımız, gözəl mahnıları ilə Qədir Məmmədov səhnəmizdədir, studiyamızdadır. Alqışlıq ürəkdən və tarix ifaçısı kimi tanıdığımız və son zamanlarda amma gözəl ifası, inanın səmimiyyətimə, şəxsən mən çox bəyənirəm. Gözəl mahnıları ilə, gözəl ürəyi olan, indi az sonra eşidəcəksiniz gözəl mahnıları ilə, gözəl özünün ifası ilə Humay Qədimova alqışlarınızla. Xoş gəlmişsiniz hər ikiniz. Qədir müəllim, sizi görməyə çox şadıq. Tamaşaçılarla birlikdə hər zaman olduğu kimi elə bu andaca istəyirik gözəl bir ifa gəlsin sizdən. Çox sağ olun Canan xanım. Buyurun. Təşəkkür edirəm. Mən də sizləri salamlayıram. Xoş gördük sizləri. Çox sevinirik, şərəf duyuruq. Sizlərə böyük hörmətimiz var. Həm sənətinizə, həm insanlığınıza. Çox sağ olun. Çox təşəkkür edirəm. Da salamlayıram. Gözəl sözlərə görə sağ olun. Buyurun sizi eşidəyim. Səni and verirəm əhdə peymana, salma aşıqini kənar sevgilim. Öz əlinlə məlhəm eylə yarama, özgə əli dəysə qanar sevgilim. Öz əlinlə məlhəm eylə yarama, özgə əli dəysə qanar sevgilim. Sən çıxanda Azərbaycan elinə, könüllər bağlanar ipək telinə. Sən çıxanda Azərbaycan elinə, könüllər bağlanar ipək telinə. Qorxuram yadan toxuna əlinə, alışar cəsədim yanar sevgim. Qorxuram yadan toxuna əlinə, alışar cəsədim yanar sevgim. Qorxuram yadan toxuna əlinə, alışar cəsədim yanar sevgilim. Qorxuram yadan toxuna əlinə, gəlsən uymayadı sözünə sevgim. Qara örüklərin görəndə bir an, bağlanar qanadım qolum sevgilim. Bu yolda əhdimdən dönərəm səməm, gül kimi saralıb solum sevgilim. Bu yolda əhdimdən dönərəm səməm, gül kimi saralıb solum sevgilim. Qalma intizarda, qalma xəyalda, səninlə yollaram olsan baharda. Qalma intizarda, qalma xəyalda, səninlə yollaram olsan baharda. Məhəbbət yaranır
keçmək zamandan Başa düş sevgilim məhəbbətim Məhəbbət yaranıb keçmək zamanda 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 Başa düş sevgilim məhəbbətimi Çok teşekkürler. Hemşe olduğu kimi. Çok sağ olun, var olun. Sesiniz var olsun Qədir müəllim. Hər zaman harda oluruqsa o qədər sual verirlər. Deyirəm, valla Qədir müəllim gəlir bizim verişimizə. Yox, bir daha istəyirik. Elə o yüzden böyük məmnuniyyətlə dəvət eləmişik. Böyük ürəklə, sevə-sevə dəvət eləmişik. Və istəyirəm soruşum. Nəsə amma başqa yəni verilişlərdə çox az Təbii ki, hər veriliş çox dəvət edirlər, amma deyin ki, xoşuma gələn verilişlərə gedirəm. Hər verilişə getmək istəmirəm. Ürəyinizə Təbii ki, yatan amma verilişlərə. sizlərə böyük hörmətim var. Sağ olun. Çox sağ olun, belə tamaşaçı istəyini, məhəbbətini, sevgisini nəzərə alırsınız. Sevilən sənətkarları verilişdə dəvət edirsiniz. Çox sağ olun. Və mən xüsusilə qeyd eləmək istəyirəm ki, inanın o bir illərdə siz demək olar ki, efirə 5 il oxumadım, 5 il oxumadım. 5 il, hə. 5 il böyük. Amma o qədər arzulanırdı, Bəli. o qədər istək vardı, o qədər soruşurdular dəfələrlə məclislərdə ki, siz bilərsiniz Qədir müəllim, niyə Bəli. çıxmır efirlərə? İnanın, çox doğrudan mən Allahıma həmişə şükür eləyirəm. Hər gün mən Allahıma şükür eləyirəm, hər gün. Yəni, əgər bir sənətçi, mən hələ görməmişəm, yəni bir sənətçi ki, 5 il oxumasın, efirlərdə ümumiyyətlə görsənməsin, amma xalqın qəlbində yaşasın, Sevgisi xalq onu tükənmir. sevgini itirməsin, xalq onu həmişə yad eləsin. Bilirsin, mən kiməm? Mən adi bir insanam, vətəndaşam. Yəni, bu da Allahın verdiyi bir istedaddır, bir səsdir. Yəni, Allaha şükürlər olsun ki, Allah bu İndi olasın o səsi verib mənə, xalq mənim o səsimdən əgər zövq alırsa, şükürlər olsun, ancaq Allahıma şükürlər deyirəm və xalqıma, tamaşaçılara çox sağ ol deyirəm. Çox sağ olsunlar ki, mənim sənətimə, mənim musiqimə, mahnılarıma belə qiymət verirlər, çox sağ Və o olsunlar. sevgilərini əsirgəmirlər. Sağ olsunlar. Bu sevgini, xalqımızın sevgisini Allah sizə çox görməsin. Sağ ol, Qədir çünki müəllim. bizi sənətçiləri yaşadan xalqın sevgisidir, onların bizim sənətimizə verdiyi qiymətdir. Var Sağ olsun olsun. xalqımız, biz də xalqımızdan bəhrələnirik, ruhlanırıq. Umay xanıma da Onların- biz bu yaradıcılıq yolunda təbii mən də sizdən eşitdim. Gözəl tarzəndir. Mən onu gözəl tarzən kimi tanıyıram. Bəli. Doğrudan da qadınlarda Amma son vaxtlar onu ifa edir. mən şəxsən qulaq asmışam, açıram çalanda. Çox gözəl ifa eləyir tarı. İndi müğənni kimi də fəaliyyət mən öz belə başa dünyası düşürəm. var, qəlbində. Yox, əgər o tarı elə çalırsa o pis oxuya bilməz. Çox sağ olun. Doğrudan. Mən Çünki ilk öncə tamaşaçılarımızı salamlayıram, sizi salamlayıram, böyük sənətkarımız Qədir müəllimi və burada əyləşən bütün musiqiçilərimizi salamlayıram və mənə bugünkü gündə çox xoşdur. Həqiqətən sizin verilişdə və gözəl hər iki sənətkarla birlikdə bu verilişdə olmaq mənim üçün böyük şərəfdir. Hər ikinizə can sağlığı arzulayıram. Hər ikinizə hər zaman bax belə təravətli olmağı arzulayıram. Sağ ol, çox sağ ol. Allah sizə can sağlığı versin və cavan nəslin sizdən öyrənəsi çox şeyləri var. Yeri gəlmişkən sual vermək istəyirəm ki, sən niyə məhz o tar alətini seçmirsən? O necə olub ki, sənin içindən özün istəmirsən, yoxsa səni evdə təkid ediblər? Bilirsiniz Könül xanım, siz bayaq deyirsiniz ki, yəni bu məcburən ola bilməz. Mən evdəkiləri məcbur eləmişəm bu sənətə gəlməyimə. Bəli, yəni heç belə deyək də biraz kobud səslənsə də heç icazə vermirdilər. Yəni bu sənətdə mənim belə deyək davamlı öz istəyin şəkildə. olub. Bəli, əlbəttə. Yəni mənim ilk ixtisasım fortepiano olub. 7 ili yəni o sahəni, sənəti bitirmişəm, amma bilmirəm, tara mənim qardaşım evdə tar çalan olub, yəni ailədə olub deyə, yəni eşitmişəm deyə, bilmirəm nədir, amma
mənim çox böyük bir məhəbbətim Yəni olub. mən yeri gəlmişkən istəyirəm gözəl sənətkarımızı qeyd eləyək. Həmişə Ceyran Haşimova Əlbəttə, Allah canını sağ eləsin. Allah Böyük canını sağ sənətkarımızdır. eləsin, Lalə gözəl Qızlar sənətkar. ansamblının Bəli. rəhbəri olub. O qədər Ceyran xanım yaraşır da Haşimova. həmişə mən uşaqdım, baxırdım. Bəli. O qədər belə o xanıma yaraşır da tar məsaləti. Hər zaman biz sevə-sevə baxmışıq, dinləmişik. Biz onu öpürük, alqışlayırıq ürəkdən. Deməli kursuna yazıblar. Belə bir fortepiano hətta hadisə gedirsən. başıma gəldi. Yəni o vaxtı tarla, fortepianonu bir yerdə musiqini bitirmişdim. İndiki Milli Konservatoriyanın nəzdində Asif Zeynallı adında musiqi kolleci var. Mən ora gedib qəbul verəndə evdəkilərə yalvardım, xahiş edirəm məni tara qoyun da. Onlar dedilər, yox, evdə bir tarçalan var, bir də pianist olsun. Bəs eləyir, hə. Mən də dedim, gedək imtahan verək, hansını bəyənsələr ona da belə sağ Amma olsun. sən ondan qabağa düşdün. Sağ olsun müəllimlərim, bəli. Mən təşəkkürümü bildirirəm. sağ Buradan olsun. böyük sənətkarlar, Azərbaycan Respublikasının əməkdar artisti Malik Mansurovun böyük zəhməti olub. Salamlayırıq Malik. Hamısını, bütün ustadlarımı salamlayıram. Elə bu andaca istəyirəm məhz tarda gözəl ifanı eşidək sənin. Böyük məmnuniyyətlə. Buyurun. Müşahidini eşidək. Ürəkdən alqışlayırıq. Super. Doğrudan çox əla, çox xoşumuza gəldi. Çox maraqlı bir çıxış idi. Bəli, çox dedim mən? gözəl, çox gözəl. Çox Yox, bunun gözəl tar idi. çalmağına söz yoxdur. Bu Doğrudan. hər tərəflidir tərəfli. maşallah. Eləmişik, Çox bəli. gözəl, çox maraqlı idi. Təşəkkür Alqışlayırıq edirəm, çox sağ ürəkdən olun. bir daha. Və Uğurlar arzu edirik. uğurlar.
Təbii ki, uğurlar arzu edirik. Maşallah, çox həvəslisən. Çox, yəni fikirlərin çox gözəldir. O yüzden biz inanırıq ki, inşallah hələ uğurlarınız qabaqdadır Allahın köməkliyi. Və elə istəyirəm, Qədir müəllim, bir ifa, gözəl bir ifa ilə davam edək. Mən istəyirəm, çox sağ olun Kənan xanım. Mən istəyirəm bir musiqisi Razim Paşa, sözləri Talih Elsevərin Səni gözləyirəm, bir həzin musiqidir, gözəl musiqidir. Və istəyirəm yeri gəlmişkən bu Səda ansamblımızın Səda instrumental ansamblı. Səda instrumental ansamblımızın konsert mestri Ağabala Həziyev. Təşəkkür eləyək, çox gözəldir. Buyurun. Çox sağ olun. İçimdə məni Axı niyə sevdim Səni əzizim Bir sevda ağlayır İçimdə məni Axı niyə sevdim Səni əzizim Olmadı bircə gün Mənim həmdənim Axı niyə sevdim Səni əzizim Olmadı bircə gün Mənim həmdənim Axı niyə sevdim Səni əzizim Söz verdin sözüdən Yalan sən oldun Neyləyim əhdini Dalan sən oldun Ağlaya ağlaya Qalan mən oldum Niyə sevdim Səni əzizim Ağlaya ağlaya Qalan mən oldum Niyə sevdim Səni əzizim Ağlaya ağlaya mən Səni səsləyirəm gəl Sızlaya sızlaya mən Səni gözləyirəm Ağlaya ağlaya mən Səni səsləyirəm gəl Sızlaya sızlaya mən Səni gözləyirəm Nə səndən küsürəm, nə də özümdən Talihlər bəxtimə bu imiş düşən Nə səndən küsürəm,
əzizim. Söz verdin sözüne, yalan sen oldun. Eyleyim ehdini, danan sen oldun. Ağlayan ağlayan kalan ben oldum. Ah niye sevdim seni əzizim. Ağlayan ağlayan kalan ben oldum. Ah niye sevdim seni əzizim. Ağlayan ağlayan seni sevirəm. Sızlaya sızlayanım seni gözləyirəm. Ağlaya ağlayanım seni sevirəm. Sızlaya sızlayanım seni gözləyirəm. Seni sözləyirəm sızlaya sızlayanım seni gözləyirəm. Seni sözləyirəm sızlaya Cafasının azını yel çekerem, çekerem. Sınav verip teline yel çekerem, çekerem. Gece gündüz hayallara dalıp pervane tek şamurları yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Sevgimin ateşinde yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Bu kalbim eşkudunda. Sen beni sevmem de seni seveyim ah meleğim. Çin olsun arzun isteğin ve talihim. Sen beni sevmem de seni seveyim ah meleğim. Çin olsun arzun isteğin ve talihim. Cafasının azını yel çekerem, çekerem. Sınav verip teline yel çekerem, çekerem. Gece gündüz hayallara dalıp pervane tek şamurları yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Sevgimin ateşinde yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Bu kalbim eşkudunda. Cafasının azını yel çekerem, çekerem. Sınav verip teline yel çekerem, çekerem. Gece gündüz hayallara dalıp pervane tek şamurları yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Bu kalbim eşkudunda yanır yanır. Sevgimin ateşinde yanır yanır. Bu kalbim
kalbim eşk odunda yanır yanır, bu kalbim eşk odunda. Sen beni sevmem de seni seveyim ah meleğim, çin olsun arzum isteğim ve talihim. Sen beni sevmem de seni seveyim ah meleğim, çin olsun arzum isteğim ve talihim. Cafasını lazımından çekerim çekerim, sıra verip teline yel çekerim çekerim. Gece gündüz hayalları dolu, pervane tek şamurları yanır. Bu kalbim eşk odunda yanır yanır, bu kalbim eşk odunda yanır yanır. Sevgimin ateşinde yanır yanır, bu kalbim eşk odunda yanır yanır, bu kalbim eşk odunda. Rari 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 Süper. Her zaman olduğu kimi Ramal'dı Çok sağ olun. Çok teşekkür Teşekkür ederim ederim. Bedir müəllim. Elə Sağ olun. istəyirəm bu gözəl mahnıdan sonra, bu gözəl ifadan sonra bizim gözəl Humayımıza söz verək. Axı bizə söz ver baxı bu verişimizdə Evet. ifa oxuyacaq. Maraqlıdır da, maraqlıdır. Böyük məmnuniyyətlə bu günləri bizim dünya şöhrətli olan sənətkarımız Zeynəb xanımın repertuarından unuda bilmirəm. Çox gözəl, Salamlayırım. çox gözəl. Allah can Sağ ol. sağlığı versin həmişə bizim Zeynəb xanımımıza. Sağ olsun, var olsun. Buyurun.
Çok teşekkür edirik. Çok sağ ol dedik. Valla Qədir müəllim, valla şirin oxuyur. Gözəl, gözəl. Tal çalmağı Gözəl kimi, oldu. gözəl. Çox sağ Vallahi olun. Uğurlar arzu edirəm axı sana. Çox sağ olun. Uğurlar. Yüreği var. Ona göre de bak ifasında da bildirir. Pis oxuya Öz bilmək, onun müşahidədə də ixtiyarı yox. yoxdur, pis oxusun. Ona görə o Bəli. tarih gözəl çalır, o gözəl oxumalıdır. Çok Teşekkür teşekkür ederim. ederim. Çok Həmişə sağ ol, güzel sağ sana ol. uğurlar diləyirəm. Çok sağ ol, çok var ol. Ve devam edirik, verilişimiz devam edir. Qədir müəllim, gəlin. Bizim İfa edin, ancaq bu oxuyun. tamaşaçılarımız ancaq Hə. bizdən musiqi Yox, onu eşitmək istəyirlər də, Bəli, istəyirlər ki- ancaq. Çünki hamı danışır. Bu gün biz oxuyaq, Hə. ancaq oxuyaq. Mən Buyurun. istəyirəm yenə bir həzin musiqi oxuyum analarımızın şərəfinə. Böyük məmnuniyyət. Musiqisi sözləri Yazım Paşayevin Anam mənim musiqisini oxumaq istəyirəm. Böyük məmnuniyyətlə dinləyək. Sağ olun. Analarımız var olsun Allah hər biz zaman. sola gəl xahiş edirəm. Elnur qardaşımızı qeyd eləmək istəyirəm Könül xanım. Burada Elnur qardaşımız həyatın qoyub, doğrudan ürək qoyub, ürək. Teşekkür edirik. Elnur öpürük səni.
Programımızın sonuna çatırıq yavaş-yavaş. İstəyirəm Karolina Valyanta teşekkür edək bir daha. Gedin seçiminizi edin əziz xanımlar. Humay xanım git. Çox gözəl seçimlər var. Xəz dəriləri, şubalar. İnanın ki gedib deyir yüz eşitməkdənsə bir görmək yaxşıdır. Gedin layiqli, baxımlı seçiminizi edin. Karolina Valyantımıza teşekkür edək. Hər zaman nömrə 1 olan məşhurların seçimi Karolina Valyant. Eşq olsun deyirik və alqışlayın xahiş eləmirəkdən. Hər zaman nömrə 1 olan Karolina Valyantımız. Teşekkür edirik və Farfar Galeri mağazalarına teşekkür edək. Farfar Galeri mağazasına gedin əziz xanımlar, seçiminizi edin. Gözəl xanımlarınıza, gözəl qızlarımıza cehizlik məhz Farfar Galeri mağazasından alın. Bütövlükdə evinizi bəziyin, gözəl çılçıraqlar, lüstralar, nə istəsəniz bu mağazada tapa bilərsiniz. Farfar Galeri mağazasına teşekkür edək. Və bu gözəl banu servisimizə, bax bu gözəlliyə görə, bu gözəl yaraşığa görə banu servisimizə Göyçək Fatiməmizin gözəl Göyçək banu servisinə təşəkkür edək hər zaman olduğu kimi. Və istəyirəm o yaxşı-yaxşı bu geyimli libasımı göstərim sizə. Hər zaman olduğu kimi Çaktex Moda evinə təşəkkür edirəm. Gülə xanım, sənə təşəkkür edirəm. Çaktex Moda evi. Bəli, hoşunuza gəlir? Bəli, əziz xanımlar. Gedin, orada Çaktex Moda evindən seçiminizi edin. Layiqli seçiminizi edin. Hər dəbə uyğun Çaktex Moda evindən seçim edə bilərsiniz. Və sonda yenə də Qədir müəllimin ifasında bir gözəl mahnı ilə Bir şən musiqi gəlir tamaşaçılarımızın sizlərin şərəfinə. Verilişimizin sonunda və bütün tamaşaçılarımıza öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Gəlin.
teşekkürler. Sağ olun, salamat kalın. Gelen görüşlere dek.